Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebine Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin emmâ ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah arkadaşlar, hoş gördük hər birimizi. Allah'a şükürlər olsun ki, Allah Teala bizə əminamanlıq nəsib eləyib və bu əminamanlığın səbəbi ilə biz elhamdülillah cəm oluruq bir yerdə. Allah Teala'nı zikr edirik. Allah'tan istəyirik ki, Allah Teala bu neməti, bu əminamanlığı bizim üçün davamlı eləsin. O ölkələr ki, o müsəlman ölkələri ki, onların əminamanlığı pozulub, Allah Teala onların əminamanlığını bərpa eləsin Allah Teala. Allah Teala bizim bu əminamanlığımızın səbəbi olan dövlətimizi və dövlətimizin başçısını qorusun və onu bütün xeyirlərə müvəffəq eləsin. Və umumən bütün xeyirlər Allah'tandır. Elhamdülillah, onlar da bizim üçün səbəblərdir. Sonra bir mövzudan danışmaq istəyirəm qardaşlar. Hansı ki, hər birimizin bu mövzunu bilib, bundan çəkinməyə böyük bir ehtiyacımız var. Çünki insan bəşərdir. Hər bir bəşər olana da bu məsələ gəlir. Görsən ki, insana ərz olunur bu məsələ. Və o da ucubdur, ucub. Ucub nə deməkdir qardaşlar? Ucub insanın özünü bəyənməsidir. Alimlər buyururlar ki, ucub qəlbi xəstəliklərdən bir xəstəlikdir. Həmçinin insanın nəfsində olan bəlalardan bir bəladır. Şeytanın insana olan müdaxiləsidir ucub. Şeytanın insana olan müdaxiləsidir. Həmçinin ucub kimdə varsa onu tələf olmağa aparır. Məhv eləyir onu. Həlak eləyir ucub insanı. Kimdə varsa ucub onu məhv eləyir və həlak eləyir. Alimlər deyirlər ki, ucub nədir? Bir insanın öz nəfsini üstün sayması, öz nəfsini təmizə çıxartması, öz nəfsində olanla fərəhlənməsidir. Və öz xilqətini, öz görünüşünü, öz yaraşığını bəyənib, özündən qeyrilərini, özündən gücdə, ağılda, zəkada və ya neymətlərdə zəif görməsidir. Yəni, insan özünü bəyənir. Həmçinin alimlər deyirlər ki, ucub insanın öz əsl nəsəbi ilə fəxr eləməsidir, öyünməsidir. Mən filan kəslərdənəm, filan familiyalardan, filan mənim atam, babam filan kəslər olub. Ola bilər, elhamdülillah, bir insanın atası, babası, əsli nəsli hörmətli ola bilər. Burada ayıb bir şey yoxdur, gözəl bir şeydir. Lakin bilmək lazımdır ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, mən batta bihi aməlu, ləm yusri bihi nəsəbu. Kim dünyada edəcəkləri əməllərə görə axirətdə zərər çəksə, yəni arxaya qalsa, nizat tapmasa, ləm yusri bihi nəsəbu. Əsl nəsəbi ona kömək elə bilməyəcək. Muhammed sallallahu aleyhi ve sellem öz qızı Fatiməyə deyir ki, ya bintə Muhammedin sallallahu aleyhi ve sellem, ey Muhammedin qızı Fatimə, səlini min məli məşid, mənim malımdan dünyada nə istəyirsən götür, lə uğni anki minallahi şeyə. Allah qatında mən sənə heç bir fayda verə bilməyəcəm deyir. Bu dünyada nə istəyirsən elə, amma Allah qatında sənə heç bir fayda verə bilməyəcəm. Bunu kim deyir? Muhammed sallallahu aleyhi ve sellem və öz qızına. Və ondan yerdə qalan əsil nəsəb gör necə olsun. Ola bilər, hörmətlidir. Allah Teala daha da hörmətli eləsin. Lakin onlarla öyünmək, onları özünə arxa dayaq bilib insanları əzmək ucubdur, özünü bəyənməkdir. Çünki Allah Teala onlara əgər izzət veribsə, Allah Teala verib izzəti. Allah Teala alçaldar və səni də onlarla bir yerdə alçaldar. وَمَنْ يُهِنِ اللّٰهُ فَمَا لَهُمْ مِنْ مُكْرِمٍ Allah Teala deyir ki, Allah kimi alçatsa, onu hörmət qoyan tapıla bilər. O qədər rəzil insanlar var ki, qardaşlar, bütün səbəbləri götürürlər ki, o rəzalətdən çıxsın. Lakin Allah Teala çıxartmır. Niyə görə? Çünki Allahın göstərdiyi səbəbləri götürmədiyinə görə Allah Teala izzəti qaytarmır. İzzəti verən Allahdır. Tuizzu mən təşə, istədiyi izzətləndirirsən. Və tuzillu mən təşə, istədiyi də zəlil eləyirsən. Yedikəl xeyr, xeyr sənin əlindədir. Əvvəl xeyirli olub, sonra zəlil olan insanlar xeyri onlardan kimdə alan? Allahdır. Nəyə görə? Etdiyi əməllərə və danışdığı sözlərə görə. Həmçinin alimlər deyirlər ki, ucub insanın yer üzərində təkəbbürlü ilə gəzməsidir. Təkəbbürlü olaraq gəzməsidir. Hansı ki, Allah Teala Quran-ı Kərimdə bir neçə yerdə bu məsələdən danışır. Buyurur ki, Allah Teala وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحَ إِنَّكَ لَنْ تَخْرِقَ الْأَرْضَ وَلَنْ تَبْلُغَ الْجِبَالَ طُولًا
Allah Teala deyir ki, yer üzərində təkəbbürlüklə gəzmə. Niyə görə gəzmə? Çünki sən bu gəzişə layiq deyilsən. Allah Teala izahlar verir ki, lən təxriqal ard. Sən yeri yara bilərsən. Yeri yarıb hara gedəcəksən? Bunu bacarmazsan. Və lən təbluğal cibalə tulə. Nə qədər ucalsan da, nə qədər hörmətli olsan da, nə qədər əsil nəsəbli, nə qədər mallı, mülklü, gözəl sözlü və yaxud da nəyin olsa da dağlara çata bilməzsən. Bax, buna görə sən yer üzərində təkəbbürlüklə gəzməyə layiq deyilsən. Ona görə alimlər deyirlər ki, ucubun mənalarından biri də nədir? İnsanın yer üzərində təkəbbürlü olaraq gəzməsidir. Vallahi, əgər sənə Allah Teala mal veribsə, mülk veribsə, güc, qüvvət, yaxşı yaraşıqlı bədən veribsə, buna görə Allaha həmd eləməlisən ki, bunu sən mənə vermirsən. Peyğəmbər sallallahu aleyhi və səlləm necə bayaq qeyd elədik az öncə, hər bir şeyi bizə öyrədib. Sünnədə elə bir şey yoxdur ki, onu öyrətməsin. Hətta güzgünün qarşısında insan dayananda nə deməlidir, onu öyrədib. Niyə görə bu zikr eləyirsən? Özünü o bəladan, o riyadan, özünü bəyənmə, ucub xəstəliyindən qoruyursan, deyirsən ki, Allahümmə əhsin xuluqi kəmə əhsəntə xalqi. Ey Rəbbim, yaradılışımı gözəl etdiyin kimi əxlaqımı da gözəlləşdir. Amma insan var, baxır güzgüyə, qolunda olan gücü ilə, qüvvəti ilə. Allah Taala'nın yer üzərində olan kiçik böcəkləri ki var, bugün onun üzərində gəzirsən, sabah Allah Taala torpağın altında o mükəmməl təkəbbürlü elədin bədənli o balaca böcəklərə yedizdirəcək Allah Taala. Bugün sən onların üzərində gəzirsən, təkəbbürlü eləyirsən, sabah Allah Taala səni onlara yedizdirəcək. Onlara yem olacaqsan. Yəni heç bir təkəbbürlüyün adı yoxdur. Vallahi heç bir təkəbbürlüyün adı yoxdur. Təvazökarlıq, özünü bəyənməmək. Həsən el-Basri rahimehullah deyir ki, "Mən lem yetəəddəb ma'allahi fawqal ard, əddəbəhullahu təhtəl ard." Əzəmətli sözdür. Allah rəhmət eləsin o böyük imama deyir ki, kim Allahla yer üzərində ədəbli olmasa, Allah torpağın altında ədəbləndirəcək onu. Yəni sinəni qabağa verib gəzmək, iki insan mübahisə eləyir, iki dənə məsələn doğma qardaşı və yaxud da İslam qardaşı, özünə müsəlman deyən dindar mübahisə eləyir. Fərqi yoxdur, hər hansı biri düzdür və ya biri xətadır. Hər ikisi sinəsini qabağa verib elə gedirlər ki, elə bir böyük bir əməlin sahibidirlər. Biri düz, biri xəta. Əslində düz olan özünü sındırıb, Allah Resulü sallallahu aleyhi və səlləmin kim haqlı olaraq mübahisəni tərk eləsə, cənnətin kənarında ona ev veriləcək hədisinə əməl eləməlidir. Sən ola bilər doğru deyirsən, haqqı deyirsən, lakin sən üzr istəyə bilərsən, təkəbbürlüyü sındıra bilərsən, öz nəfsini, bəlkə təkəbbürlü də deyilsən, lakin nəfsini sındırıb, təvazökarlıq eləyib, sən əl atsan, sən salam versən, sən keçsən, Allah səni izzətləndirəcək. Necə alimlərdən birinə deyirlər ki, Əhnəf ibn Qays məl insaniyə, insanlıq nə dedi ki, ət-təvadu indər-rüf'a. İnsanlıq ucalanda təvazökarlıq eləməkdir. Allah üçün bacarmaq. Allah tadı ki, "Və la tansawul fadla beynakum." Bir-birinizə güzəştə getməyi unutmayın. Bu gün bir-birinə güzəştə getmirlər müsəlmanlar. Söhbət gedir o kəslərdən ki, onlar Allah üçün qardaşdılar. Buna görürsən, bəziləri eşidib deyə bilərlər ki, bunlar içlərində bir-birini qılırlar. Elə siz də içinizdə bir-birinizi qırırsınız. Çünki xəta hər bir insanın nəfsində var. Harada toplum var, orada mübahisə var. Fərqi yoxdur, haqq toplum olsun və yaxud da batıl üzərində olan toplum olsun. Batıl üzərində olanların ixtilafları daha çoxdur. Təhsəbuhum cəmiən və qulubuhum şəttə. Allah Teala deyir ki, sən onları bir hesab edirsən, qəlbləri başqadır. Qəlblərində hər birinin ayrı-ayrı fikirləri və düşüncələri var. Lakin haqq əhli bir məqsədə vurur. Qurana və sünnətə, sağlam əqidə və mənhəcə. Aralarında problem də ola bilər. Lakin biz danışırıq o məsələdən ki, belə problemlər olanda ən xeyirli adam kimdir orada? Nəfsini sındırıb Allah üçün təvazökarlıq eləyənlərdir. Allah üçün təvazökarlıq eləyənlərdir. Həmçinin alimlər deyirlər ki, ucubun mənalarından biri də odur ki, bir insan öz rəyini daim doğru görür. Elə fikirləşir ki, daim o düz deyir. Hətta xəta olsa da belə, kimsə ona nəsihət edəndə qəbul eləmir.
Özünün haqqa isabət elədiyini bilir və onun üzərində israrlı olur. Ona bəyan eləyəndə ondan qayıdmır, dönmür. Təsəvvür elə, subhanallah, insan deyir ki, mən düz deyirəm. İnsana deyirsən ki, Allah Teala Quran-ı Kerimdə belə deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə belə deyir. Adam nəfsini ortaya qoyur. فَاِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ اِلَى اللّٰهِ وَالرَّسُولِ ذَٰلِكَ خَيْرٌ وَاَحْسَنُ تَعْوِيلًا. Allah Teala deyir ki, aranızda bir mübahisə olsa, qaytarın Allahın kitabına və Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsinə. Yəni məna budur hədisdə. Allaha və Rasulullah, yəni Allahın kitabına və Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnətinə. Çünki özü bu gün yoxdur. Sağ olanda özünə qayıdılırdı, özündən sonra hara qayıdılır? Sünnətə. Niyə görə qayıdılır əziz qardaşlar? Zəlikə xayrun. Çünki bu daha xeyirlidir. Və əhsənu tə'vilə. Nəticə etibarilə daha gözəldir. Qaytarırsan Qurana, sünnətə, alimlərə ki, onlar gözəl hökmlər çıxartsın, məsələni həll eləsin. Bugün Qurana, sünnətə qaytarılandan sonra da bəyənməyib, çıxardılan hökmlə razılaşmayan insanlar olur, görsən dindarlar. Əgər razılaşmayacaqsansa, əziz qardaş, nə üçün onda Qurana və sünnətə qayıdırsan, özünü də yükləyirsən? فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ فِي مَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا. Allah Teala deyir ki, sənin Rəbbinə and olsun. Onlar aralarında baş verən mübahisələrdə səni hakim təyin etməyincə və sənin verdiyin hökmlərə tam olaraq razı qalmayınca iman gətirmiş olmazlar. Bu ayəyə bax, görsən bu ayədə hardasan? İman gətirmiş sayılmırsan, deyir Allah Teala. Bugün qayıdırsan elm əhlinə, arada olan problemlərdə həll eləyir, çıxış yol göstərir. Adam deyir ki, yox. Adam deyir ki, yox, mənə elə gəlir, mənə belə gəlir. Mənə deyir, dedi. Yaxşı, kimsən ki, əziz qardaş? Sən də, mən də qarnımızda məlum olan bir maddəni daşıyan məxluquq. Bu günləri sən bağışlamayacaqsan, bu günləri sən keçməyəcəksən. Kim İslamda Allah üçün qardaşlıq anlayışını yaşadacaq? Sən və mən. İnnəməl mu'minunə ixvə. Allah Teala deyir ki, möminlər qardaşdılar. Elə hala gəlib çatır ki, insan bir-birinə ağzına gələni deyir. İki qardaş bir-birinin ağzına gələni deyir. Sabah birisi onun arxasında oturmaq üçün, yox, orada otur, mən orada oturum deyir. Orada otura bilmir deyir. Niyə görə otura bilmir? İstəyir otursun. Ürəyi döyünür, onu darıxı belə olsun. Quzaqlamaq istəyir. Allah üçün qardaşlığı var, lakin elə sözlər deyib ki, da üzü yoxdur oturmağa. Ona görə Allah Teala bizə deyir ki, "Asallahu en yec'ale beynekum ve beynellezine adaytum minhum mawadda." Allah Teala deyir ki, ola bilsin sizinlə kimin arasında düşmənçilik var. Bir gün Allah Teala sevgi yarada bilər. Yəni bu gün sözvə və əməlvə fikir verir ki, sabahları dostu ola bilərsən axı ona. "Və la testawil hasanatu və la sayyi'ə." Allah Teala deyir ki, yaxşılıqla pisi yeni deyil. "İdfa' billati hiye ahsan." Sən pisliyi yaxşılıqla dəf elə. Niyə görə? فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ. Çünki kimin ənkarında mübahisə var, o sənin möhkəm bir dostluğa çevrilə bilər. وَمَا يُلَقَّاهَ إِلَّا الَّذِينَ صَبَرُوا وَمَا يُلَقَّاهَ إِلَّا ذُو حَظٍّ عَظِيمٍ. Sonra Allah Teala deyir ki, belə adam kim ola bilər? Pisliyi yaxşılıqla dəf eləyən, düşmənə yaxşılıq eləyən kim ola bilər? O kəs ki, onun böyük səbri var və onun dindən böyük bir payı var. Adam dindar adamdır. Vaxtında özünü səbrə və dinə bağlamalısan ki, kiminləsə aranda belə bir mübahisə olanda Allah üçün onu bağışlayıb o böyük savabı əldə etməyə nail olasan. Sonra buyurur ki, alimlər, ucubun həmçinin mənalarından biri də insanın öz malı, mülkü ilə fəxr eləməsidir. Malı və mülkü ilə fəxr eləməsidir. Hansı ki, Allah Teala malı ilə, mülkü ilə övünən Qarunu hansı cəza ilə cəzalandırdığını bizə xəbər verir Allah Teala. Öz malı və mülkü ilə fəxr eləyirdi. Qızıl zinət əşyalarını taxırdı üzərinə və insanların arasında təkəbbürlü ilə gəzirdi. Allah ona məsləhət verdi. Allah Teala ona məsləhət verdi ki, وَبُتَغِ فِي مَا آتَاكَ اللّٰهُ دَارَ الْآخِرَةِ. Allahın sənə verdiyi bu neymətlər səbəbilə axirət diyarını qazan. Nə varsa malın, mülkün fəxr eləyib öyünmə. Onlarla Allahın axirət diyarını qazanmağa çalış. وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا.
Dünyadan da öz payını unutma. Özünə də qalsın. Hətta bəzi alimlər deyirlər ki, dünyadan öz payını unutma. Allah Teala demək istəyir ki, yəni alacağın kəfəni yaddan çıxmasın. Öləcəksən. Öləcəksən, malı var, səndən başqaları sahib çıxacaq. Hətta təsəvvür edin ki, o atalar ki, o analar ki, evladlarına fərqi yoxdur, hansı yolla olursa olsun, halal və ya haram, şəriət yolu ilə deyil, qeyri-şəriət yolu ilə qazanıb, faiz, oğurluq, qomar, hər bir yolla evladlarına yedizdirirsə, o evladlar, o ata-ana dünyasını dəyişib, cəhənnəm odu ilə qarşılaşanda, o evladlar, o malı, mülkü ləzzətlə yiyib ləzzət alacaqlar. Belə bir hal olacaq. Allahu Akbar. Təsəvvür elə, ona görə Allah daha layiqdir ki, onun üçün sərf eləyəsən. Nə qədər ayələrdə Allah Teala malı, mülkü, dünyanın bərbəzəyi, innəmə əmvalikum və əvladukum fitnə, mallarınız və evladlarınız. Yəni, nə çox fəxr eləyirsən qolu güclü oğlunla. Zəif ikən dünyaya gətirib ona gücü verən Allah Teala deyir. Ələm necəəlləhu ayneyn. Biz iki göz vermədik deyir ona. Və lisənən və şəfəteyn. Bir dil, iki dodaq vermədik deyir ona. Allah da subhanahu və teala verən. Allah Teala balaca bir xəstəliyi göndərər. Gücü və qüvvəti ilə öyündüyün evladı və Allah Teala xəstəliyi verər. Və onunla səni imtihan eləyər. Sən də o imtihandan sağlam çıxa bilməzsən. Niyə görə? Çünki sən təkəbbürlü eləyirsən ona. Əksinə ona Allahın dinini öyrət. El-malu vel-benune zinetul hayatid dunya. Allah Teala deyir ki, malı ilə öyünəndən gedir. Mal və evladlar dünya həyatının bərbəzəyidir. Vel-baqiyatus salihatu xayrun ində rabbik səvaban və xayrun əmələ. Amma Allah qatında qalıcı olan əməllər ümid və xeyir baxımından daha yaxşıdır. Yəni, heç bir adı yoxdur. Malla, mülklə, evladla, əsil nəsəblə, güclə, qüvvətlə Allahın qarşısında öyünməklə. Çünki verən Allah ala bilər. Allah Teala Qarunu cəzalandırır. Lakin necə cəzalandırır? Allah Teala buyurur ki, fəxaraca alə qavmihi fi zinətihi. Öz qövmünün üzərinə gəlir, onların içinə çıxır zinət əşyalarında. Qaləl-ləzini yuridunəl həyətəd dünya. Dünya həyatını istəyənlər görün, onu görəndə nə deyirlər? Deyirlər ki, ya leytə lənə mislə mə utiyə Qarun. Qaruna veriləndən kaş bizə də verilərdi. Lakin aqibətinə baxın, sonra ona veriləndən istəməkdən peşman olurlar. Çünki Allah Teala elə bir cəzanla cəzalandırır ki, innəhu ləzu hazzin azim. Allah Teala deyir ki, o, yəni onlar dedilər ki, Qarun böyük bir pay sahibidir. Yəni çoxlu malı mülkü var. Və qaləl-ləzinə utul ilmə. Lakin elm verilənlər isə görün nə dedilər? İman gətirənlər. Ahirət diyarını, həqiqi diyar, qalıcı diyar sayanlar. Və ennəl-əxirətə ləhiyəl-həyəvan. Və ennəl-dərəl-əxirətə ləhiyəl-həyəvan. Allah Teala buyurur ki, ahirət diyarı, həyəvan, yəni həqiqi həyatdır. O həyatdan elmi olanlar, Allah üçün yaşamaqdan məlumatı olan elm sahibləri isə deyirlər ki, vayləkum, vay olsun sizə, görün nə istəyirsiniz. Qarunda olanı istəyirsiniz. Səvabullahi xayrun limən əmənə və amilə salihən. İman gətirib salih əməl eləyən insanlar üçün isə Allahın verəcəyi savablar daha xeyirlidir. Vallahu indəhu əcrun azim. Həqiqətən də belədir. Allah Teala buyurur ki, Allahın qatında böyük bir savablar var. Böyük bir savablar var. Sonra buyurur ki, وَلَا يُلَقَّاهَ إِلَّا sabirun. Ona da Allahın qatında olan o böyük savablara da səbr edənlər çata bilər. وَاسْبِرُوا اِنَّ اللّٰهَ مَعَ sabirin. Allah Teala buyurur ki, başqa bir ayədə səbirli olun. Həqiqətən də Allah Teala səbr edənlərlə bir yerdə. Həmçinin Allah Teala başqa bir ayədə yer üzərində təkəbbürlü ilə gəzmək. Diqqət eləsəz qardaşlar, Allah Teala necə az öncə qeyd elədik, hər bir şeyə fikir verib Allah Teala. Yəni hər bir əməlimizə, sözümüzə Allah Teala bizə işarə edib öyrədib. Allah Teala buyurur ki, Loğman surəsində Loğman əleyhissalamın öz oğlunun nəsihətindən deyir: "Və la tusair xaddaka lin-nas." İnsanlardan təkəbbürlə üz çevirmə. İnsanlardan təkəbbürlə üz çevirmə. "Və la temşi fil ardı maraha." Yer üzərində təkəbbürlü ilə gəzmə. İnnallaha la yuhibbu kulla muxtalin faxur. Allah hər bir özü ilə öyünən, təkəbbürlü eləyəni yerişində təkəbbürlü eləyəni sevməz. Vaqsid fi məşyik. Yeriyəndə həddini bildir.
Addımlarımızı Allah Teala izah eləyib bizə. Deyir, addımlarına fikir ver. Elə yeri ki, təkəbbürlü olmasın. Öyünmə. Peyğəmbər sallallahu əleyhi və səlləm deyirlər ki, Allah Rəsulu bir insan gözəl geyinməyi, gözəl paltarı, gözəl ayaqqabını sevir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Allah gözəldir, gözəl olanı da sevir. Əsas təkəbbürlü eləməsin insan. Allah Teala deyir ki, "Vaqsid fi məşyik." Yerişində həddi bil. "Vaqdud min sautik." Danışığına fikir ver. Səsini aşağı sal. Səsini aşağı sal deyir. İnne enkerel asvati le sautul hamir. Deyir ki, ən pis səs, ən iyrənc səs kimin səsidir? Uzun qulağın səsidir. Allah Resulü sallallahu aleyhi ve sellem Abdullah ibn Ömərdən gələn rivayətdə buyurur ki, "Sələsun muhlikət." 3 şey həlak eləyəndir. 3 şey həlak eləyəndir. Birincisi feşəhhun muta', itaətundan tamah, nəfs, tamahkar. İkincisi ve havan mutteba', tabi olunan hava, insan havasına tabidir. Əfərəaytə mən ittəxəzə iləhəhu havahu əfə əntə təkunu aleyhi vəkilə. Öz nəfsini özünə ilah götürəni gördün, deyir Allah Teala. Adama nə deyirsən, deyir ki, mənə elə gəlir. Deyirəm, Allah deyir. Peyğəmbər sallallahu aleyhi ve sellem var, deyir, yox, elə olmaz deyir. Allah elə şey deməz. Adam nəfsini və yaxud da havasını Quranın, sünnətin qabağına keçirdi. Ya eyyuhellezine amenu la tuqaddimu beyne yedeyillahi ve rasuli. Ey iman gətirənlər, Allah və Rasulunu qabaqlamayın. Əgər ayə hədis gəlibsə, qabaqlama. Vattaqullah, Allahdan qorx. Allah səni cəzalandıra bilər. Tabi olunan hava və i'cabul mar'i bi nəfsi. Üçüncüsü isə bir insanın öz nəfsi ilə öyünməsidir. Öz nəfsini üstün saymasıdır. İnsan elə hesab eləyir ki, hər kəsdən üstündür. Nə deyirlər? Deyir, yox. Belə eləsəm daha yaxşıdır. Bu daha yaxşıdır. Hörmətlə qulaq asıb məsləhət vermək başqa bir şeydir. Lakin səndən məsləhət istəyən insanın fikrini heçə sayıb, sən ən doğrunu deyirmiş kimi demək, nəfsinlə öyünməyindir. Və öz ağlığı, öz naqiz zəkavı bütün insanların zəkasından üstün saymağındır. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bu həlak eləyən bir şeydir. Həlak eləyib kimi, qardaşlar? İblisi. Necə həlak eləyib? Allah Teala ondan bizə Quran-ı Kərimdə danışır. Qalə ya iblis, Allah Teala deyir ki, ey iblis, mələkə əllə təkuna mə'əs-səcidin. Niyə görə səcdə edənlərlə bir yerdə deyilsən? Səcdə eləyənlərin arasında deyilsən. Təsəvvür eləyin, nəydən yaradılıbsa, onunla Allaha qarşı təkəbbürlü eləyir. Qalə ləm əkun li əscüdə li bəşərin xalaqətəhu min salsəlin min həməin məsnun. Toxunduqda saxsı səsi verən bir palçıqdan yaratdığım məxluqa deyir, mən səcdə eləmək ayıb deyə mənim üçün deyir. Yaraşmaz mənə. Allah'a meydan oxuyur ki, onu elə şeydən yaratmısan ki, mənə yaraşmaz, mən ona səcdə edeyim. Xalaqtəni min nar və xalaqtahu min tin. Məni oddan, onu deyir, torpaqdan yaratmısan. Odu üstün sayır. Lakin elm əhlidir ki, torpaq oddan daha xeyirlidir. Çünki bitirir və bəhrə verir. Od hara düşürsə oranı yandırır. Təsəvvür eləyin. Bundan sonra Allah Teala görün nə deyir ona. Allah Teala deyir ki, "Fəxruc minhə fə innəkə racim." Çıx oradan. Haradaydı qardaşlar? Allahın şəninə təriflərdən bir toplumun içində uzun illər Allaha ibadət edən idi özləri. Lakin Allahın əmrinə qarşı çıxıb nəfsini üstün sayması səbəbilə Allah Teala o uca məqamdan bugün bizim ora daxil olduqda orada Allaha ondan sığınırıq. Hara ayaq yolları. Bismillah, Allahümmə inni əudu bikə minəl xubzi vəl xəbais. Ayaq yoluna daxil olanda sol ayaqla daxil olub, bax bu zikri deyirsən ki, Allahın adı ilə erkək və dişi cinlərin şərindən Allaha sığınıram. Tərifə layiq bir məqamdan Allah Teala hara gətirdi? Rəzil bir məqama saldı Allah Teala onu. Kimlərdə ki təkəbbürlüyü var, kimlər ki ucub onları aldadıb, Allah Teala onları dünyada da axirətdə də alçaldacaq. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə deyir ki, yuhşarul mutekebbirun yevmel kıyameti ke emsali zar fi suvarir racul. Qiyamət günü təkəbbürlü insanlar zərrəcik olaraq insan qiyafəsində gətirəcək.
Bugün insanlara yuxarıdan aşağı baxırsan, özünü bəyənib, onları bəyənmirsən, Allah Teala onları izzətləndirib, hörmətləndirəndə səni onların ayaqlarının altında balaca zərrəciklər kimi gətirəcək. Allahu Akbar. Alçaldacaq Allah Teala. Çünki sən bugün özünü üstün sayırsan. Həmçinin alimlər deyirlər ki, ucuba bir misal Quran-ı Kərimdə iki bağ sahibinin arasında olan söhbəti. Kəhf surəsində Kiltəl cənnəteyni ətət ukulaha və ləm tazlim minhu şey'ə. Deyir ki, o iki bağın hər ikisi öz meyvəsini tam olaraq verirdi. Allah Teala sonra buyurur ki, وَفَجَّرْنَا خِلَالَهُمَا نَهَرًا. O iki bağın arasından da çaylar axıdırdı. وَكَانَ لَهُ ثَمَرٌ فَقَالَ لِصَاحِبِهِ. Kimin ki bağı, bostanı daha çox gətirirdisə, meyvəsi çox olurdusa, digərinə deyir ki, Ənə əksəru minkə mələn və əəzzu nəfərə. Mənim adamlarım da səndən çoxdur, malım da səndən çoxdur. Təkəbbürlü eləyir. İnsana ucub gəlib, bəyənib özünü. Lakin Allah Teala deyir ki, halından danışın. Və dəxələ cənnətəhu və huvə zalimun li nəfsi. Öz bağına, özünə zülm eləyərək daxil oldu ki, mən azun, qalə mən azunnu hədihi ən təbidə. Mən azunnu ən təbidə hədihi əbədə. Mən deyir, elə zənn eləmirəm ki, mənim malım, mülküm nə vaxtsa mənim əlimdən çıxsın. وَمَا أَظُنُّ سَاعَةَ قَائِمَةً وَلَئِنْ رُدِيتُ إِلَى رَبِّي لَأَجِدَنَّ خَيْرًا مِنْهَا مُنْقَلَبًا. Deyir, ahiretin de olmasını zənn eləmirəm. Əgər qiyamət saatı deyilən bir şey olacaqsa, orada da bundan yaxşısını mən layiq görəcəm. Lakin Allah Teala məhv eləyir. Allah Teala vəsf edir ki, səhər gəlir, əllərini ağzına salır, deyir ki, vay mənim halıma. Lakin Allah ona məsləhət verir ki, وَلَوْلَا إِذْ دَخَلْتَ جَنَّتَكْ قُلْتَ مَا شَاءَ اللَّهُ. Kaş ki öz nəfsinlə təkəbbürlənməkdənsə, özünü üstün görməkdənsə, ahirətdə ən yaxşısına mən layiqəm deməkdənsə, o bağba daxil olanda deyərdin ki, maşallah. Allah bunu verib, la quvvətə illə billah. Güc və qüvvət kimdəndir? Allahdandır. Həmçinin təkəbbürlüyü eləmək və özünü bəyənməyin ona görə bir xeyri yoxdur ki, İmam Əhməd Rahimahullahın gözəl bir sözü var. Deyir ki, İmam Əhməd Rahimahullah, Nəhnu qavmun məsəkin. Biz miskin bir qövm idik. Miskin bir qövm idik. Allah Teala bizi İslamla izzətləndirdi. Ləulə sitrullahi aleynə ləftadahnə. Əgər Allahın örtüyü olmasa, biyabır olarıq, ifşa olarıq. Vallahi elə günahlar var ki, heç kəs istəmir onları Allahdan başqa kimsə bilsin. Lakin elədiyin təkəbbürlüyə görə, insanların üzərində özünü ağıllı apardığına görə, özünü ən üstün saydığına görə Allah Teala açar və sənə biyabır eləyər. Həmçinin sələflərin gözəl söz vardır ki, Ləv ənnə liz-zunubi raihə mə cələsə əhədin ileynə. Deyir ki, günahların iyi olsaydı, heç kəs bizim yanımızda oturmazdı. Oturardı məz qardaş, heç kəs oturmazdı. Allahın rəhmətindəndir ki, günahlar iyi vermir. Allah Teala hər birimizi bu bəladan qorusun. Allah Teala hər birimizi təvazukar və təvazükarlığına görə uzaqlığı qullarından eləsin. Allah Teala bizim hər birimizin günahlarını bağışlasın. Bildiyimiz xeyirləri əməl eləməyi bizim üçün asanlaşdırsın. Bildiyimiz və bilmədiyimiz şərlərdən çəkinməyi Allah Teala bizə nəsib eləsin. Allah Teala bizim qəlbimizi həqiqi, dinin, doğru əqidənin və mənhəcin üzərində möhkəm eləsin Allah Teala. Allah Teala səhvlərimizin bölünmə səbəblərini aradan qaldırsın. Allah Teala bir-birimizi dildə yox, qəlbdə Allah üçün sevən qardaşlar eləsin. Vəlhamdülillahi Rabbil ələmin. Allah razı olsun.